Bax şimdi burada bizə veribdir ki, bura bu hissə bu hissəyə bərabərdir. Ona görə mən deyirəm ki, məsələn, bura y deyirəm, burada y deyirəm. Sonra başqa bax, yəni bu tərəfə görə də yarı bölünür deyir. Digər tərəfdən də deyir ki, MK, K-ya o da K deyir. Məsələn, bura x deyirəm, bura x-dir, onda burada x-də bərabər özü deyir. İndi bax, bura kvadratda axı, bura 2y-dirsə, onda burada 2y olur. Bizə bu üçbucağın sahəsini verir. Bu üçbucağın sahəsini əsasən 2y vur y bölü 2 bərabər 16 yazaram. Buradan y kvadrata bərabər də 16 alaram. Y də bərabər də 4 alaram. Deməli, y-im 4-dür. Y-im 4-sə, deməli, bura neçə olur onda? Bu olur ki, bu tərəf 8. Digər tərəfdən indi mən bu x lazımdır. Bundan ötürü, bax, mən elə bil buradan belə çəkirəm. Düppədüz xət, yəni perpendikular xət. Bura x-dir. Bura y-dirsə, elə bil burada y olur da, y-i 4 tapmışam axı. Onda bu hissəmdə 4 olur. Elə bil, bax, bura düppədüz xətdir axı. Bura aşağı götürürsən, burada 4 olur. İndi sonra digər tərəfə baxaq. Bax, buradan bura x-dirsə, buradan burada x olar. Onda bax, mənim bu hissəm ümumi 8-dir axı. Burası x-dirsə, onda bura 8 çıx x olar. Elə bil, burada bir dənə balaca düzbucaqlı üçbucaq oldu. Hipotenuzu x, 1 kateti 4, 1 kateti 8 minus x-dir. İndi bir Pifagor teoremə əsasən bunun kvadratı, yəni 8 minus x-in mörtəzə kvadratı, üstə gələk 4-ün kvadratı bərabərdir x-in kvadratına. Bu tənliyi həll edirəm, x-i tapıram.